Salam əziz dinləyicilər. 25 may Güvən sınav 11 10-cu sinif buraxılış. Listeningdən başlayırıq. Burada deməli əkinçilər məhsullara zərər verən zərərvericilərdən danışılır. Siz mətnə baxırsınız və bu mətnin aşağısında tərcüməsi var. Biz keçirik suallara. Mətn əsasən nə haqqındadır? How farmers grow rice in India? Hindistanda necə yetişdirilir düyü? Why some insects are dangerous? Nə üçün bəzi həşəratlar təhlükəlidir? How machines protect crops? Maşınlar, yəni makinalar məhsulları necə qoruyur? What chemicals are made of? Kimyəvi maddələr nədən hazırlanır? How to use bugs to find bad pests? Deməli, pis bu böcəklərə qarşı hansı ki həşəratlar ziyan vurur, onlara qarşı xüsusi böcəklərdən istifadə olunur ki, mətndə də bu haqda danışılır. Zərərverici həşəratları məhv edən xüsusi böcəklərdən. İkinci sualımızda doğru fikir soruşur. All insects are harmful to plants. Bütün böcəklər zərərlidir, yəni zərər verir bitkilərə. Chemicals always make plants grow better. Kimyəvi maddələr həmişə onların, yəni bitkilərin daha yaxşı inkişaf etməsinə kömək eləyir. Some insects help protect plants. Burada deməli zərərverici həşəratlar var, bitkilərə kömək eləyir. Bunun qarşısını almaq üçün də fermerlər kimyəvi maddələrdən istifadə edir. Sadəcə bu kimyəvi maddələr digər yan təsirləri də olur. Yəni başqa xoş, belə deyək də, niyyətli deyək artıq böcəkləri də öldürür falan. Yəni bunu aradan qaldırmaq üçün tədbirlər görməklə danışır. Burada da bəzi həşəratlar kömək edir. Başqaları isə zərər verir. Farmers use chemicals that never cause problems. Yəni fermerlər heç bir zaman problem təşkil etməyən kimyəvi maddələrdən istifadə edirlər. Xeyr. Which are good for growing healthy crops. Alaqlar da əslində zərər vericidir. Burada isə tərsinə deyir, yəni daha sağlam məhsulların böyüməsi üçün yaxşıdır deyir. Bu da yanlış fikirdir. Üçüncü sualda some pets don't die because bəzi zərərverici həşəratlar var ki, onlar ölmür. Hətta əksinə, yəni onlar güclənir və sürətlə böyüyür. A variantında deyir ki, balaca və sürətlidirlər. Yəni, belə bir şey deyil. Sağlam qidalanırlar. Fermerlər kifayət qədər, belə deyək, spreydən istifadə eləmirlər. Onlar suda yaşayırlar və Y variantında güclənirlər və gücləndikcə də sürətlə böyüyürlər. Ona görə də onları öldürmək mümkün olmur. Dördüncü sualda why do scientists in India use beetles in rice fields? Deməli, Hindistanda düyü tarlalarında beetlesdan, belə deyək də, tarakandan istifadə olunur. Nə üçün istifadə olunur? Təbii ki, alaqdan təmizləmək üçün mətndə verildiyi kimi burada alaqdan təmizləmək üçün verilir. To clean ya da remove weeds, bu şəkildə eyni mənanı ifadə edən cümlə yaza bilərik. Beşinci sualda da biological control is a better way to protect crops. Burada deməli bioloji nəzarət var ki, daha yaxşı yol, üsul kimi artıq onu seçiblər. Bu da deməli məhsulları qoruyur. Güclü kimyəvi maddələr olmadan ki, mətndə də, dinləmə mətnində bu gedir without strong chemicals olaraq cavab yaza bilirsiniz. Bug sözünü təsvir edən sifət soruşulur. O da special bugs mətndə var. O da special bugs. Special deməli onu təyin edən sifətlərdən biridir. Keçirik qrammatika suallarına. This exam is than-dir. Than isə müqayisə dərəcəsi daha çətindir əvvəlkindən. Difficult sözünün müqayisə dərəcəsi more difficult olaraq düzəlir. You can't enter the building. You have a pass.
Eğer keçiş icazən yoxdursa, yəni var olsaydı if olardı, yoxdursa olanda unless olur, yoxdursa girə bilmərsən deyir. Amma varsa olsaydı if you have a pass you can enter the building olardı. O zaman variant dəyişərdi. I didn't know of the answers. Artıq cümlə inkarda verilib. İnkarda verilibsə deməli biz neither none-dan istifadə edə bilmərik. Yəni iki inkar bir sadə cümlədə işlətmək mümkün deyil. Every-də of-la işləmir. İnkar cümlədə zaten ilk ağla gələn inkar və sual cümləsində any-nin törəmələri olur. Bilirik ki, törəmələr də of-la işləmir. Ona görə D variantı ən uyğun variantdır. Yəni cavablardan heç birini bilmirdim. 10-cu sualda düzgün sual cümlələrini seçmək tələb olunur. Biz bilirik ki, ümumi qaydada sual sözündən sonra köməkçi feil, mübtada, sonra əsas feil gəlir. Bu birinci variantda özünü göstərir. Yəni your friend does-la do-nun arasındadır. İkinci isə onun yanlış versiyasıdır. Yəni belə deyək də köməkçi feil ümumiyyətlə heç yoxdur. Üçüncü sualda da yenə indiki davam edici zamanda quruluş necə olur? Yenə mübtada köməkçinin əsas feilin arasında olur. Dördüncü cümlədə isə ümumiyyətlə orada birinci mübtada verib, sonra köməkçi ilə əsas feil yanaşı verib. Bu da yanlış quruluşdur. Deməli, sual cümləsində. Yəni birinci doğru variantdır. 11-ci sualda sözlərin tərifinə uyğun birləşdirməyi, uyğunlaşdırmalıyıq. Explain izah etməkdir. Yəni give information so someone understands. Birinin başa düşməsi üçün məlumat verə bilmək. To repair deməli təmir etməkdir. Yəni to fix something that's broken, qırılmış bir şeyi təmir etmək. To say something without being sure, bu isə guess, yəni təxmin etmək kimi. Əmin olmadığım bir şeyi haqqında bir şey ifadə etmək, yəni to guess olacaq. O da B variantındadır. Pair of plural nouns, cəm isimlərin cütliyini soruşur. Biz bilirik ki, shift-dir, dear-dir, yəni bunlar tək və cəmi forma olaraq eynidir. Amma mouse-dır, woman-dır, money-dir, child-dır, bunlar konkret həmişə tək olan isimlərdir. C variantında isə həm feed, həm children hər ikisi də cəmdir. Yəni o cütlük doğru cavabdır. Məhsula çevirmək tələb olunur. Someone has stolen my books. Kimsə mənim kitablarımı oğurlayıb. Kitablar sözü artıq əvvələ keçəcək. Yəni my books, amma cəmdə olduğuna görə və has stolen-ın belə deyək, məhsul növü ya has been stolen ya da have been stolen kimi özünü göstərməlidir. My books cəmdə olduğuna görə də have been stolen uğurlanıb olacaq. C variantında doğru variantdır. 14-cü sualda düzgün nida cümlələrini seçmək tələb olunur. What a beautiful flower that is. Burada qaydasındadır hər şey. How loudly the baby is crying. Burada da the baby is crying loudly. Burada da hər şey qaydasındadır. What amazing singers are they? Yox, they are olmalıydı. Yəni burada yerlər dəyişikdir. What a nice weather today. Burada sadəcə qeyri-müəyyən article olmamalıydı. Ona görə səhvdir. How tasty this cake is. Burada quruluş yenə doğrudur. Yəni 1, 2, 5 bizim doğru nida cümlələrimizdir. 15-ci sualda cümlə qurmaq tələb olunur. Nobody knows. Heç kim bilmir. Artıq tamamlıq budaq cümləsi olduğuna görə when they will come olacaq. O da C variantında özünü göstərir. 16-cı sualda both the teacher and the students. Burada deməli mübtada cəmdə olduğuna görə xəbər də cəmdə olmalıdır. Yəni are uyğun variantdır. 17-ci sualda there isn't water left in the bottle. Water sayıla bilməyən olduğuna görə burada da yeganə sayıla bilməyənlə işlənə biləcək cəmiyyət bildirən söz muchdır. O zaman doğru variant B olur. Növbəti sualımızda she made her brother, bu mürəkkəb tamamlıqdır. Məcbur etdi, elətdirdi kiməsə nəyisə. Make, let bunlar birinci qrup feillərdir və tamamlığın ikinci hissəsində feil sadə formada istifadə olunmalıdır. Yəni clean doğru cavabdır. 19-cu sualda yes dedi keçmiş zaman olduğuna görə, have feilinin keçmiş zamanda had olduğuna görə we had a great time, yaxşı vaxt keçirdik olacaq. 20-ci sualda iki cümlə verilir və hər iki cümləyə də uyğun gələn söz önü apologize to somebody for something. Burada da şəxs yox, etdiyi hərəkətə görə üzr istəyir. Ona görə for olacaq. Zaten blame də forla işlənir. O özünü qəzaya görə təqsirli hesab etdi kimi.
olacaq for. Moon, sky bunlar həmişə the article ilə işlənir. The moon looks beautiful in the sky tonight. Və axşam səmada gözəl görünür ay deyir. Doğru variant A variantdır. 22-ci sualda when she was 5 yaşı olanda bu keçmiş zamandır. Burada da uyğun olan, yəni bu dağ cümlə olduğuna görə uzlaşma olmalıdır və could burada yeganə keçmiş zamanda işlənən belə deyək modal feildir. She could play, gitara çala bilirdi. Keçirik oxu mətnimizə. Oxu mətnimizdə də snake oil, yəni ilan yağı adlanan belə deyək də saxta dərmanlardan söhbət gedir. Amma burada bir echinacea deyə bir deməli bitki var. Onu elə bilirlər ki, o da aldadıcı şəkildə, yəni ilan yağı. Çünki ilan yağı artıq o mənaya gəlirdi ki, yəni hamısı giydirmə şeylərdir. Amma bu faydalı olduğu sonradan anlaşılır və istifadə olunur. Hətta dövrümüzdə də belə deyək satılır. Burada indi keçirik mətn suallarına. Which statements are true, yəni doğru fikir olan. Echinacea was once thought to be fake medicine. Bəli, echinacea əvvəllər elə bilirlər ki, o da saxta dərmandır. Doğru fikirdir. Echinacea only grows in Europe, sadəcə Avropada becərilir. Bu yanlışdır. Dünyanın hər yerində var. Echinacea is used in health shops today. Bəli, burada axırıncı cümlə abzasda deyilir bu. The plant echinacea was always believed to be helpful. Həmişə inanılırdı ki, bu faydalıdır. Halbuki birinci ilə tərsdir. Çünki birincidə deyildi ki, başda elə bilirlər ki, bu da fake medicinedir. Dolayısıyla 1-3 doğru cavabımızdır. Növbəti sualda mətn əsasən nə haqqındadır? Deməli, bağda echinacea-nı necə böyütməli, yetişdirməli? Bu deyil. Deməli, echinacea necə belə deyək də aldadıcı, hansı ki, o ilan yağından əsl dərmana çevrildi. Bəli, söhbət bundan gedir. Qışda ən yaxşı çay içməkdən, xeyr, içilən çaylardan bütün köhnə belə deyək, dərmanların təhlükəsindən danışılır deyir. Yalnız Amerikada yetişən bitkilərdən danışılır. Bunlar isə yanlış. Yəni mətnin əsasını təşkil edən cümlələr deyil. 25-ci sualda cümlə tamamlamaq tələb olunur. Echinacea hazırda insanlar tərəfindən istifadə olunur. Çünki bağda gözəl görsənir, rəngi dadı yoxdur, meyvə tərəvəzdən daha ucuzdur, bütün xəstəlikləri belə deyək də sağaldır. Y variantı it helps with some health problems. Bəzi sağlamlıq problemlərini nə edir? Kömək edir ona. Doğru variantdır. Why did people first think echinacea was not useful? Nəyə görə onlar ilk başda fikirləşdilər ki, bu faydalı deyil, yəni ki, snake oil kimi bir şeydir. Çox bahalı idi. Yalnız fermerlər tərəfindən istifadə olunurdu. Amerikada yetişmirdi. Çünki onlar düşünür ki, bu da başqa bir ilan yağı söhbətidir. Yəni doğru variantdır. Çünki yan təsirləri var idi deyir. Bu da yanlış fikirdir. 27-ci sualda to help someone feel better when they are sick or hurt, yəni ki, xəstə, zədəli olarkən bir kəsə daha yaxşı hiss etməsinə kömək etmək, yəni müayinə etmək kimi treat sözü burada həmin cümləyə uyğun verilən tərifə uyğun sözdür, definitiondur. Real sözünün paragrafı, yəni ki, abzas 1-də əks mənalısı olan real, həqiqi, fake, saxta doğru cavab olacaq. Cümlə tamamlamaq tələb olunur. Over time, scientists discovered that echinacea, burada mətnə baxanda really had some helpful uses. Həqiqətən faydalı istifadələri var idi bir neçə. Bu sözü müxtəlif şəkildə biz dəyişə bilərik. Yəni quruluşu belə dəyişə bilirik. Yəni şərt deyil ki, sinonim olsun, sadəcə eyni məna və ya yaxın mənanı ifadə eləsin. Məsələn, really, actually, indeed bu şəkildə dəyişmək olar. Məsələn, burada had yerinə offered deyə bilərik və ya to be feili ilə dəyişib başqa quruluş verə bilərik. Helpful, beneficial, useful bu şəkildə dəyişə bilərik.
User zaten istifadəsi deməkdir. Yəni istifadə sözünün eyni zamanda məsələn sağlamlıqla əlaqəli, məsələn health purposes deyə bilərik. Yəni mətnə uyğun şəkildə medicinal applications kimi verə bilərik bu formada və son olaraq why do some people prefer natural medicine instead of chemical? Nəyə görə bəzi insanlar, yəni kimyəvi dərman yerinə təbii dərmanlara üstünlük verir? Bu haqda da ən az 3 cümlədən ibarət deməli esse deyək ki, yazılmalıdır. Burada da bir nümunə sizə verilib.